Salam, hər vaxtınız xeyir olsun, əziz müştərilər. Sizlərə bax, bu masada bir gözəlliyi təqdim eləmək istəyirəm. Gözəlliyi, həqiqətən. Döymə samovar, üzərində qız qalası, işləmə. Baxın, döymə bir samovar, üzərində döymə qız qalası. Baxın, bu burada yəni boş yer saxlamamışıq. Hər bir yerinə əməli başına döymə bir nişan vurmuşuq. Görürsünüz, bax, bunların üstləri hamısı işlənilib. Bax, buralar hər bir yeri işlənilib. Ayağına kimi görürsünüz. Bu Varşava kanatdır. Görürsünüz, nə qəşəng modeldir. Bax, ayaqlar hər bir yeri işlənilib. Hər bir yeri işlənilib. Arxasını bir dənə göstərək. Və həmən. Görürsünüz, əl dəyir. Döymə samovarın əllə vuranda bilinir. Özü döymə samovarı əslində qalın olmalıdır ki, bunun üzərini döyəndə naziləşməsin. Görürsünüz, nə gözəlliyidir. Qız qalası samovarımız var. Bu samovar dəst formada da satılır, tək formada da satılır. Gəldik bax bunun yumru modelinə. Biz buna deyirik şar samovar. Döymə şar samovar. Ayağı da bunun qeyri-adi formadır. Bax. Ayağı maraqlı modeldir. Sonra. Baxın, belə bir neftlə yanan çaynikimiz var. Neftlə yanan çaynikimiz var. Baxın, belə süzür. Hindistan malıdır. Bu Hindistan malına aiddir. Sonra gəldik, bax, belə bir güllü samovara. Əziz müştərilər, bir şey də izah eləmək istəyirəm sizlərə. Bax, bu samovarla bu samovarda fərq var. Bu döymə samovardır. Bu əllə vurulur. Bunun üzərini işləmək, çəkizlə döymə deyilir. Bax, elə bir döymə samovardır. Bu isə dekorlu samovardır. Yəni, bu işlətmək üçün heç bir problemi yoxdur. Amma bunun gülü ilə bunun gülündən fərqlidir. Bu döymə getmir. Qiymətində də əlbəttə fərqlidir. Bax, bu samovarı biz yoxlamışıq, alışqanla yoxlamışıq ki, yəni üstə çox tutmuşuq ki, yanmır. Bunun gülü keyfiyyətlidir. Bunun zəif güllü olanlar da var bizdə. Biz bunu yoxlamışıq. Bunun müştəriləri də bir neçə dəfə satmışıq. Heç bir problemi olmuyor. Müəyyən vaxt uzun müddət gedir. Əbədi olan bir şey yoxdur. Əlbəttə ki, bax, belə bir rənglə var. Belə bir rəngimiz də var. İnşallah ki, bir cür də rəngimiz gəlir. Quş şəkli olan qara rəngdə. O da gəlir. Sonra Kalçuguninin belə bir samovarımız var. Bax, bunları sizə təqdim edirəm. İçərisi də gözəldir. Turbası qalındır. Baxın. Nişandı üstündə. Kalçuguninin samovarı. Antikvar və sarı rəng olan. Belə bir 600 qramlıq samovarımızı sizə təqdim edirəm. Qiyməti də ucuz. 55 manat. Sonra səhifəmizdə var. Yenə də sizlərə, əziz müştərilər, təqdim edirəm. Bax, belə bir toyuq samovar. Süzməsi də qəşəng. Buradan süzür. Bizim səhifəmizdə var. Yoxlamışıq necə süzür. Bir də xoruz samovar. Yəni, həm toyuq, həm xoruz samovarımız var. Gözəllik. Bu masada ancaq gözəllikləri sizə təqdim edirik. Baxın, bunun da krantı koronadır. Sonra, əziz müştərilər, sizlərə belə bir yumurta samovar təqdim edirəm. 1,5 litrlik. Biz buna deyirik yumurta samovar. Qiyməti 120 manat. Bəzilərin qiyməti deyilir, bəzilərin deyilmir. Bax, bu samovarlar da deyim, toyuq samovarı 170-180 manat. Hindistan çaynikləri bizdə, maşallah olsun, əlhəmdülillah, çeşidlərimiz boldur. Hindistan çaynikimizdir, bax, bu 70 manatdır. Hindistan çaynikimizi indi qabaqda göstərəcəm sizə. Belə bir 1,1 litr yoxlamışıq. Təmiz su tutulur. 1 litrdən biraz çox olan samovarımız var. Bu 100 manatdır. Sonra baxın, belə bir palma samovarımız var, əziz müştərilərimiz. Biz buna deyirik palma. Dilim-dilim qarpızı samovar. 120 manata. Bax, bundan biz maşallah olsun çox satırıq. Qarpızı samovar, bu çox ağır samovardır. Qarpızı samovardır. Bax, bunun modeli də qəşəkdir. Görkəmi də qəşəkdir. Bunun da qiyməti 120 manatdır. Sonra belə bir çaynik samovar. Gözəllik. Gözəllik də həqiqətən. 60 manat. Ucuz. Kimisi xoşlayacaq, kimisi bəyənəcək, kimisi bəyənməyəcək deyənmərəm. Baxın, belə bir 800 qramlıq ildə yazılır, 1884. Belə bir samovar, çox ağır samovardır. 70 manat. Bunların qiymətini deyim 55 manat.
1 litri 100'dür də bu deyəsən, səhv eləmirəmsə yoxlamışdı. 55 manat ucuz samovar. Restoran, kafelərə sərfəlidir. Samovarımızı təqdim eləmişik. Hə, bu samovarımız qalıb. Bax, bu samovarımız da çox ağır samovardır. Elə yığmışam, çıxarmadı olmur. Ağır samovardır. 80 manat çox ağır samovardır. Bunun qiyməti çox sərfəli qiymət. Ucuz gəlib də biz də ucuz qoyuruq. Sonra bir dənə bu gözəllikləri çək müştərilərimizə təqdim eləyək. Hindistan çanişlərimiz 70 manatdır. Baxın, belə bir model var, 70 manatdır. Biz bu malları göstərirəm. İndi bu mallarımıza bəzən vaxtı baxıb istəyirlər ondan oxşar biz nəsə hərəkət eləsinlər, amma bunlara oxşar hərəkət edə bilməyəcəksiniz. Deyim biləsiniz. Bu da bir mesajdır, çatana çatsın. Baxın, Hindistan malları. Bunu gətirmək üçün bizim nə qədər vaxtımız gedir. Hindistan çanişi 80 manatdır. 70 manatdır. Baxın. Hindistan çanişlərimiz hər çeşiddə var. Elhamdülillah, hər çeşiddə var. Hindistan malları ancaq bizə məxsusdur. Bunu vurmaq çətindir. Yəni, müəyyən yerlərdə çatdırım da sözümü. Ayaqlı Hindistan çanişi. Latundur bu. Türk çanişlərdə deyil ha. Türk çanişi düral deyil. Nə materialidir yadımda. Sinklərdən deyil. Kofe üçün bax belə. Bundan biz çox satırıq. Bir dənə balacası qalıb. Böyüklər satıldı, qutardı. Balacası da var idi. O da satıldı. Latundan olan içi qalaylı kofe üçün. Qapaqlı. Bu da kofe üçündür. Böyük balacası varımızdır. Hindistan qəndqablarımız desəm biz çox çəkdik videomuzu, amma yenə də müştərilərimizə xoşdur yəqin ki. Hindistan qəndqablarımız hər çeşiddə var. O irəlidədir. Burada olanı çəkirik. Bax, belə süd qabımız Hindistan süd qablarımız. Sonra Hindistan şamdanlarımız. Hindistan şamdanlarımız. Pastakanniklərimiz. Stakan atdığı, belə deyək. Pastakannik deyəndə müştərilərimizin nəsə xoşu gəlmir. Bax, bu misdəndir. Bu sadə bir şeydir. Heç kimə yalan demirik, olanı deyirik. Sadə bir şeydir, amma stakan qabıdır. Bu da misdəndir. Bax, bu da misdəndir. Bax, bu da misdəndir. Və dekor samovarımız. Dekor samovarlarımız hər çeşiddə var. Qiymətlər. Bax, bu dekor samovarımız burada 50 manatlıq bir dənə budur. Orada 50 manatlıq orada qalıb desən. Bu 50 manatlıqdır. Çəkisinə görə fərqlər var. Özü bu balaca samovara düzəltmək çətindir. Yəni bunu bəziləri deyir ki, 50 manatlıq çox bahadır. Bunu düzəltmək çətindir. Bax, bu turbasız olan 30 manatdır. Bu turbalı olan, bax bu, 40 manatdır. Turbalı olan 40 manatdır. Bu 50 manatdır. Bir dənə də bunun nasıl işliyor? Hı? Baxın, belə bir, hər vaxtınız xeyir olsun, belə bir canlımız bağlandı, təzədən açdı. 8 litrə yaxın su tutumu olan turbalar super vəziyyətdir. Bədənində batığı yoxdur. Samovarımız var. Qiyməti də ucuz. Bu qiymətə samovar yoxdur. Bax, bu 8-ə yaxın su tutumu olan 7,5 deyirsən. Biləyinə buna oradadır. Super vəziyyətdə. 350 manat ver, apar. Bax, belə vəziyyətdə samovar yoxdur. Bədəninə bax, bir dənə yerində və görürsünüz, bir dənə yerində batığı yoxdur. Bir dənə yerində batığı yoxdur. Qəşəng vəziyyətdə inşallah ki, Muzluq kimi samovardır. Sonra belə bir arımız samovarımız var. 5 litr su tutumu olan. Sonra belə bir medallı samovarımız var. Sıralama peçatdı.
Sıralama pesatlı samovarımız var. 9 litre deyəsən. Xoruz samovarımız. Ayaqlıdır. Xoruzda toyuq samovar da var. O samovarı hara qoymuşuz? Qabağı. Şamdanlar cürbəcür Hindistanın var. Belə kofe üçün Hindistan qablarımız var. Aleyküm salam komutan. Bax belə bir papnos var. Qəmqabısı Sovetin özü təzədir qəmqabısı. Saniş biraz işlənib. Sanişli zatdır. Bax bu dəsti 60 manatdır. Döymə samovar. 7 litrlik samovar içində təmir olmamış komutan var idi, satdıq. Belə öz müştərimizə satışa verdi, satdıq. 7 litri təmir olunmamış. Bəli, var idi, satmışam. Təmir olunmamış sadə o birlərdən var. Bax belə bir samovarlarımız var. Sonra belə bir döymə samovarımız var. Qız qalası samovarı. Qız qalası samovarımız. Balaca samovarlar 600 qramdan üzü yuxarıya hər litr var. Hər litr var. Litr var. Təzə gələnləri salamlayıram. Zəhmət olmasa bəyənməyə davam edin. Səhifəmizi bəyənin ki, bəlkə kimisə qarşısına çıxdı, bəlkə nəsə aldı, bir savab bu Ramazan ayında savab iş görüldü. Baxın, hər çeşid. Elektrik samovardan tutmuş, qaz samovarından tutmuş, kömür samovarı kimi hər litr var bizdə. Əlhamdülillah. Çeşidimiz boldur. Samovarın alana da, samovar alanda da. Yanında dəm çanişlər latundan hər çeşid var. Sonra padnos. Sonra padnosdur. Sonra nə bilim turbalar latundan olan hər şey var. Biz qazanlarımız var. Qaldıra bilirdin maşallah. Yox, onu elə qoyma. Sən onu bilsən nə? Biz onu ora sökürük. Ay sən özü əncə deyirsən. O aşacaq. Yox. Biz o gün yığanda gördünüz ki, yerdə boş idi. Onu ora sökür, rahat olsun. Bax, mis qazanlarımız var belə. Yığışdırır dükkanı. Mis qazanlarımız var. Gəl qoyun. Bunlar hamısı hökumət qazanlarıdır. Mis qazanı içində təzədən qalay vurdurmuşuq. Super vəziyyətə saldırmışıq. Bax, bunlar hamısı mis qazanlar, mis tavanlar var. Üç teştimiz var, mis. Bu
Nasıl şurada ya? Yadımdan çıxdı. Çəkisi çox. Aleyküm salam Kərim Xəlilov. Təşəkkür edirəm hər birinizi bəyəndiyiniz üçün. Hamınızı bəyənin. Sabah inşallah çıraqlarımız da gələcək. Hər çeşiddə çıraqlarımız gələcək. Hər formada, hər çeşiddə də. Təşəkkür edirəm Anar Lənkəran bəyəndiyiniz üçün. Yerilərimdə yerilərəm. Baxın, hər çeşiddə samovarlarımız var. Benim cüldanlarımız da var. Cüldanları göstermemiştim. Ben belki bunu da sabah silimi kremle. Üç ayak samovarımız var. Bakın bu böyle bir üç ayak samovarımız. Güzelliklere bakın. Hindistan çanişlerine bakın. Şam neftten işleyen. Güzel. Sakalat, elin sakalat çağırıcı şömeli polkan yaptın. Sen belli sevri yoksun. At kadar. Zor. Elbette yine Palatya'ya kaçsın. Rus samovarları gösterelim de. Rus samovarları ağlardan değiştiriyoruz. 5 litre. 170 manat. Süper vəziyyətdə. Neçə litr lazım ki? Armudu var 200 manata, onun yanındakı var 200 manata medal fason verirəm. Bax, o 180 manata, 200 manata, 240 manata, 250 manata. Sonra aksadilər ancaq burada. Maşallah olsun. 5 litri 160 manatdan başlayır. Böyle medallı samovarlarımız var. Köydən qalan təzə də var, heç işlənməmiş də var. Su tökülməyən. Yuxarıda balaca samovar. Bu samovarlar değişsə bunlar 100 manatdır. Təşəkkür edirəm. Samir. Qardaş. Bax beləsi 120 manatdır. Bu balacalardan
Balacalardan 60 manatlıq da var. Hər litr var da. Səhəng bu bədəni paykasızdır. Yəni yara üzü olmayan, belə deyək də, super vəziyyətdə olandır. Bunu 140-a verərəm. Amma onun bizə gələcək biraz bədəndə payka yeri olan zatdan, onlar isə ucuz olacaq. İnşallah ki, onların qiyməti biraz aşağı olacaq. Samavarlar hər yerim var. Türkiye'nin samvarı da var. Samvar Rus'ta var, İran'da var, sonra Türkiye'de var. Türkiye samvarı 12 yılda olan Necalat, belə fason. Onlar Latindan olmur. Özbək də var. Yerli də var, burada cətdirmişəm bunu. Üzərinə var. Dekor çəkdirmişəm. Dekor deyirəm, döymə samvar. Dekor sadə şey, döymə, bu döymədir. Bax, bunlar hamısı döymədir. Bunu təzə qutarmışım, qız qalası sipariş vermişdi. Bunlar hamısı əl dəyir, bu döymədir. Qalın samovardı bunlar. Bunları mən döydürmüşəm üzərində burada. Sərəqə saldırmışam. Bax, bu Hindistan malları kimi döydüm mən. Ünvan Sədrəş Ticarət Mərkəzi. Şinyat bazarı 14-cü sıra 20 nömrəli mağaza. Bax, belə bir xoruz samovar bu. Xoruz samovar var. Samovar qəşəngdir. Bunun ayağı hamısı işləmədi. Baxın, bunların hamısı işləmədi. Ucuz hansı qiymətdə? Neçə litr deyirsiniz? 3 litri var, tokdan kömrə cəlmə 70 manata. Hər çeşid var. Balaca samovarlarımız bax belə var. Globus samovar 120 manat. Balaca 600 qramlıq 60 manat. 55-ə də verərəm. 80 manat. Yumurta samovar. Yumurta samovar 120 manat. Hindistan çanışları 80 manat. 60 manat. Bunlar hamısı Hindistan çanışları, hamısı ağır çanışlardır. Sadə çanışlar deyil. Latun da üzəri döymə. Yəni döymə deyəndə bilirsiniz 5 litr samovar 160 manatdan başlayır. Döymə samovar bilinir də necədir. Samovar deyirəm, döymə samovar olsun, nəm çaniş olsun. Bax, bu 160 manatdır. Bir dənə armudım var, bunu laf 150-yə verirəm. Nağdadır bizdə sifariş. Olmur, çatdırılma da var, ödənişlidir. Nağdadır. Hissə isə bizə yoxdur. Hissə isə yoxdur. Mis tavalarımız var. Mis Latuna aid çox şeylər var. Heykəllər var. Burada bağladı, indi orada keçənmirəm. Bağladı. 40 litr də var. Neyse. Biz şu bağlı gedirik. Onsuz da zəif oldu. Yenə də bəyənimlərə təşəkkür edirəm. 7 litrik 190 manatdan başlayır. Tadı nə ya? Ünvan Sədrəş Ticarət Mərkəzi, Şinyat bazarı, 14-cü sıra 20 nömrəli mağaza. Səhifəmizdə adres yazılıb, inşallah ki, baxa bilərsiniz.